1992-ci ilin fevralı 25-dən 26-sına keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırım aktı törətdilər. Hücum başladıktan sonra dinc əhali öz obalarını, doğma yurdlarını məcbur tərk edərək Azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədi ilə yola çıxdılar. Lakin mənfur düşmən şəhəri tərk edən əhalini pusquya salaraq günahsızcasına qətlə yetirdilər. Bəziləri isə meşələrdə donvurmadan həlak oldu. Xocalı soyqırımı Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalı soyqırımı zamanı 106-sı qadın olmaqla 63 uşaq və 70 yaşlı insan girov götürüldü. 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. 8 ailə tamamilə məhv edildi. Bu hadisədən neçə il keçsə də, erməni vandalizminin törətdiyi bu cinayət heç bir zaman unudulmayacaq. Allah şəhidlərimizə rəhmət eləsin.